Deyirlər əslində qalsa sənin çox xoşun gəlib ondan. Sadəcə olaraq onun həyatındakı olan insanı bilmirsən, tanımısan. Daha doğrusu ilk olaraq bilmirsən ki, onun həyatında birisi var, sonra uzaq durmuşsan. Olur da insan nətər deyərlər. O deyil ha, budur. Yəni həyatda hər bir iş insanın başına Yox. gələ bilər. Aha, Çətinlik də kişi içindir. aha. O uzaq yol çıxırsan, o da bir necə deyərlər, kişi içindir ki, deyir dostluğu tanımaq istəyirsənsə bir uzaq yoldur. Aha. Bax, indi məni də tanıyanlar bilir ki, mən necə dosta sadiq bir insanım. Neçə yaşın var sənin? Hal-hazırda Bəli. Çox beş sual il bundan vermə ha, qabaq. yəni. artıq 30'u tamamlamışam. 30, tamam. Bəli, 31'də. Aysa, 30 tamamdır. Sən də 20, 28. 28. Bax, Dünan, bir sual verim. Sadəcə olaraq bu sualdır. Nəfəs heç bir zaman ailəli olmasaydı, övladı olmasaydı, yəni bu dəqiqə həyatında birisi var, o olmasaydı, sən nəfəsi... Alardın. Yox, bax, bəyənərdinmi belə görün? Niyə bəyənmirəm, bəyənmirəm. Bəli, evlatlar da var, o insanın həyatında bir insan da var. Bəli, Yəni o da durub dostumuzdur. yaraşmaz ki, yalandan duram deyəm ki, biz sevgili olmuşuq. Heç vaxtda olmamışıq, biz dost olmuşuq. Biz həqiqətən də bu sənətdə bir-birimizə dəstək olmuşuq. Subay olsaydı, Nəfəs. nəfəs, ailə qurmasaydı, görüntü olaraq zövqüncədirmi nəfəs? Niyə zövqümüzü xanım, Ay, sağ ol. Azərbaycan xanımıdır. Aysa, bəs yaxşı. Nə olub ki ona? O dərdindən ölənlər sən nə qədərdir? Oy, doğrudan. O da yaxşı xanımdır, özünə hörmət eləyir, bildin? Çok sağ ol. Yəni Aha. o hər beş atana, Sadiqdirmi? hər Əsas beş odur. atana beş atmır, yəni bildin? Aysa. Ona görə mən onu çox istəyirəm, özünə hörmət